Paytaxtın Suraxanı rayonunda məhv olmaq təhlükəsi ilə üz-üzə qalan parkdan danışacağıq. Bahar qəsəbəsində yaşayan bir qrup sakin aidiyyatı qurumların icazəsi ilə saldıqları parkın məhv olmasından şikayətçidirlər. Bəs görəsən, həqiqətənmi parkın torpaq sahəsi hansısa iş adamına satılıb? Mövzuya əməkdaşımız Rəşad Vəkiloğlu aydınlıq gətirib, izləyək. İndi bilinmir, deyirlər ki, obyekt tikiləcək onun yerində. Ona görə qeyri-mümkün deyil. Bura qocaların, veteranların yeridir. Yüzlərlə ağac əkilib, su xətti çəkilib və bulaq tikilib. İnsanların istirahət üçün bu balaca parkda demək olar ki, 5 il ərzində hər cür şərait yaradılıb. Lakin indi bu park tamamilə ləğv olunmaq təhlükəsi ilə üz-üzədir. 5 ildir bu parkı biz yaratmışıq. İndi bu parkı bizi əlimizdən almasını, yararsız dağıtma, məhv eləmək istəyirlər. Görüntülər Suraxanı rayonu Bahar qəsəbəsi Oqtay Rəcəbov küçəsindəndir. Sakinlər iddia edirlər ki, ümumi sahəsi 0,7 hektar olan parkın ərazisi hansısa iş adamı obyekt tikilməsi məqsədi ilə satılıb. Rayon ərazisində çəkilən kanalizasiya xəttinin parkın tən ortasından keçməsi də parkın ləğv olunmasını daha da tezləşdirəcək. Bu parkı da əslində Suraxanı rayonunun Əzizovun vaxtında öz icazəsi ilə, qərarı ilə almışıq ki, Əfqan veteranlar ərazisinə görə burada qocalar üçün, yaşlılar üçün dincəlmə, istirahət eləmə. İndi bugünkü gündə bilinmir hansısa buranı məhv eləyib, burada obyekt tikməsi fikirləri var ki, obyekt tikməyə. Vəsait hesabımıza, özümüzə yəni istirahət parkı kimi yaratmışıq. Parkı indi məhv eləmək istəyirlər, yəni ki, oradan... Səbəb nədir bəs? Səbəb nə bilim, kanalizasiya xətti çəkirlər buradan. Obyekt deyirlər, tikəcəklər. Vəsaitimizlə buranı yaratmışıq. Özümüzü istirahət eləmək üçün yaşlı var, uşaq var, taxlayırıq belə. Sulanmasıdır, əkilməsidir ağaçların hamısını özümüz eləmişik. Bilmirik valla, burada indi arxa tərəfdə bizdən görünən tərəfdə iş görürlər. Bilmirik nə məqsədlə eləyirlər. Bu parkda elə bu qəsəbənin sakinləri, yaşlıları, cavanları, uşaqları, özümüz də bu yaxınlıqda ətrafda bir park yox, istirahət mərkəzi yox. Elə özümüz üçün özümüz düzəltmişik, özümüz yaratmışıq. Bu ağacı da özümüz əkmişik. Bir balaca yer düzəltmişik burada istirahət üçün. Onu da ki çox görürlər, maşallah olsun, məhv eləməyə çalışırlar. Qazıntı deyəndə qazıntı olanda bu park bütövlüklə məhv olurdu. Yəni daha sonra obyektə tiksinlər, filan şey eləsinlər. Yəni bu cür bu parkı qazıb məhv eləyəndən sonra obyektə tikərlər də. Suraxanı rayon icra hakimiyyətindən isə bildirildi ki, sözcüdən əraziyə SOCAR-a məxsusdur və parkın ərazisinin satılması və ya gələcəkdə obyekt tikilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. İş ərlərin Birləşmə Su Təchizatı xidmətindən isə verilən məlumata görə sözcüdən ərazidə dövlət proqramına uyğun olaraq Hövsan kanalizasiya kollektorunun inşası həyata keçirilir. Layihə trayektoriyasına əsasən kollektorun bir hissəsi park ərazisindən keçdiyi üçün tikinti quruculuq işləri parkın müəyyən sahələrində aparılacaq. Qurumdan o da bildirildi ki, ərazidə yaşayan vətəndaşlarla artıq müvafiq görüşlər keçirilib və razılıq əldə olunub. Tikinti işləri başa çatdıqdan sonra park yenidən abadlaşdırılacaq və vətəndaşların istirahəti üçün mövcud şərait yaradılacaq. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.